Məziz altıncılar, hər birinizi xoş gördük. Bugün sizinlə 6-cı sinif iş dəftərinin sonuncu bölməsinin birinci fəslinin iş dəftərini işləyəcəyik. Vaxt itirmədən videomuza başlayırıq. Bu dəfə gecikmişik. İzahlarımız gec paylaşılıb müəyyən səbəblərdən, amma çalışacağım ki, bir dəfəyə hamısını inşallah ki, paylaşıb çatdırım. Deməli, birinci sualımıza gəlirik. Kanalımıza abunə olursunuz. Gələcək dərslərimiz üçün 050 775 81 72 nömrəsinə əlaqə saxlayırsınız. Deməli, çap məhsulları istehsal edən fabrikdə deməli çap məhsulları istehsal edən fabrika deyirlər mətbə. Əsərin dil, üslub, eləcə də məzmun cəhətdən təkmilləşdirməsi redaktə. Kitabdakı materialların estetik normalara uyğun düzlüşü və dizaynı tərtibat. Məhsulu istehsal etmək, çoxaltmaq üçün istifadə olunan forma şablonu qəlib. Əsərin kitab şəklində istehsalını və yayımını təşkil edən müəssisə nə deyirlər? Bir dəqiqə, altını tapım sonra deyəcəm. Altı əlyazma kitabların mətnə kiçik rəngi, bu miniatürdür. Rəssam dediyinə görə miniatürçüdür. Buna nəşriyyatdır. Nəşriyyat. Növbəti, mətndə bu peşə sahibləri haqqında məlumat yoxdur. Deməli, xəttat haqqında var idi. Cildçi haqqında var idi. Miniatürcü haqqında var idi. Redaktor, dizayner və şair haqqında məlumata rast gəlmirdi. Mətndən sən doğru fikirləri qeyd et. Yazının və kağızın ixtirası kitabının yaranması səbəb oldu, düzdür. Qədimdə yaxın şərait bəli, düzdür. C səhvdir. Sultan Əhməd və bu da səhvdir. Mirsəydin Londonda sərginin ən dəyərli eksponat seçilib, bu da düzdür. Növbəti gelirik biz dinləmə mətnimizlə bağlı olan suallara. Nizami Gəncəvi yaşadığı şəhər tərk etmə bir necə yiyələnmişdi? Kitab oxumaqla. Dayısı Xacə Ömər Nizami Gəncəvinin həyatındakı rolunu izah et. Dayısı deməli saray kitabxanasında rəhbər idi. Nizami onun vasitəsilə kitablara yiyələnə bilirdi. Bu da onun həyatında roludur. Növbəti bu fəsildə aldığın məlumatlar əsasən qədimdə kitab işi haqqında yaddaş xəritəsini hazırla. Bunu əslində mən çox vaxt yazmıram, sizin öhdənizə bıraxıram, amma bu dəfə çalışıb sizə kömək edəcəm. Qısa yazıram ki, yazı və kağızın ixtirası kitab yaranmasına səbəb oldu. Emalatxanaların təşkili odur ki, artıq kitabların cidləmək, köçürmək, çoxaltmaq rahatlaşdı. Növbəti, kitab ustalarının fəaliyyəti xəttatlar öz sənətini inkişaf etdirdi. Sonra Nizami kimi insanlar yetişdi və kitabların
əhəmiyyətini xalqa çatdırdı. Uşaqlar, burada baxanda xəttin başa düşməlisiniz də səsimə dinləyin. Burada rahat yazmaq o qədər rahat deyil. Mənsubiyyət şəkilçisinin səhv yazıldığı sözləri müəyyən et. Bəzi sözlərin mənşəsi yox, mənşəyi. 1. Mənşəyi. 2. Evin qapısı bərkdən döyüldü. Ensiklopediya mühüm şəkilçisi, mühüm məlumat mənbəyidir. 2-də yoxdur, 3-də var. Bəyidir. Dostumun atası həkimdir. Düzü usta divarın bir hissəsini rənglədi. O mövqesidir, mövqeyidir. 6. Mövqeyidir. Uşaqlar, bu o demək ki, mənbə, mənşə, mənafe, su, nə və talə sözləri mənsubiyyət şəkilçisi qəbul edərkən y bitişdiricisindən istifadə olunur, amma digərlərində s bitişdiricisi olur. Verilmiş ifadələrdə sözdə yazılmış sayıları rəqəmlə yaz. Baxırıq burada. Ların 7'si. İyunun 14'ünde. Sentyabrın 20'sinde. Əsgərlərin 8'i. Qələmlərin 1'i. Ların 15'i. Ayın 19'undan. Bildiyiniz kimi şəkilçilər bu şəkildə yazılır. Bununla da birinci bölməmiz bitdi. Növbəti videolarda artıq ikinci bölmə, ikinci fəslin dərslərini izah eləyəcəyik. Növbəti videolarda görüşərik. Hələlik.